Rus partiyamız keçən dərslərimizdə gördüyünüz kimi Y4, Y5, ATF3, ATF6 gedişlərindən sonra başlayır. Biz burada nə öz fiqurumuzu inkişaf elətdiririk, nə başqa bir şey, nə piyadamızı, Y4-dəki piyadamızı qorumağa çalışırıq. Biz burada Y5-dəki piyadanı götürürük. Götürdükdən sonra standart bir cavabdır. Qaralar da bizim Y4-dəki piyadamız götürür və biz də burada oynayırıq vəzir Y2. Vəzir Y2 gedişindən sonra qaralar atla hansı tərəfə oynasalar, istəyir C5 olsun, istəyir J5 olsun, istəyir F6 olsun, fərqi yoxdur. Biz bu gedişlərin hamısından sonra at C6 oynadıqdan sonra şah veririk həm vəzirlə, yəni daha doğrusu açıq şah veririk. Atımızı C6-ya çəkərək şah veririk vəzirlə. Burada atımızı götürəmirlər çünki vəzirlə şah verilib və burada yeganə qorunmağa xod, daha doğrusu iki dənə gediş var burada və yaxud fillə və yaxud vəzirlə. Fərqi yoxdur. İkisində də vəzir gedir. Atla vəziri götürürük. Yaxud belə olsun. Belə götürürük. Yenə də biz artıq vəzirlə qalırıq. Yəni Rus partiyasında bu tələni də istifadə edə bilərsiniz. Gələn dərsdə görüşənədək bu dərslik bu qədər. Sağ olun.